1992-ci ilin aprelin 7-dən 8-nə keçən gecə Kəlbəcərin Ağdaban kəndi erməni terroruna məruz qaldı. Gecə yarısı erməni silahları kəndi mühasirəyə aldı. 130 evdən ibarət Ağdaban kəndi yandırılaraq yer üzündən silindi. Kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verildi. 67 nəfər qətlə yetirildi. 8 nəfər 90-100 yaşlı qoca, 2 az yaşlı uşaq, 7 qadın diri-diri yandırıldı. Xocalı qətliamından sonra bu dəfə Ağdabanda dəhşətli faciə yaşandı. Ağdabanın sağ qalan şahidlərindən biri Elçin Yolçiyev həmin gecə baş verənləri belə xatırlayır. Biz evdə olarkən güllə səsləri eşitdik. Döyüş çox şiddətli xarakterdə olub ki, yəni əhali heç nəyini belə götürə bilmədən evlərini tərk eləmişdilər və biz gəldik Ağdaban elə bir ki, Çayqovşan hissəsinə düşdük, Çayqovşan çayına. Orada bir qaya parçası var idi. Qaya parçasını da hətta onlar amansızlıq eləyirdilər. Yəni mülki insanları dayanmadan atəşə tuturdular və bizi güllələdilər və güllələr qaya parçalarına dəyirdi. Hamı sinmişdi qaya parçası, böyük qaya parçası idi. Arxasında oradan elə bir ki, güllələrin təsirindən qaya parçaları üzərimizə atlanırdı. Mənim atamın bibisi var, Hayat nənə. Onun oğlunu ot tayasında diri-diri yandırıblar və sonra qadın əli yalın olub, deməli odun parçası ilə, ağac parçası ilə erməniləri vuranda yazıq qadını evin içərisində güllələyiblər. Və sonra ən dəhşətli faciə hissəsindən biri də deməli Camalın qızını öldürüblər. Camal elə ki, öz uşağını kürəyinə bağlayıb aparanda onu güllə ilə vurublar. Onun ölmüş uşağını alma ağacının dibində bastırıblar, öz əlləri ilə, atıya öz əlləri ilə. Sonra da atanı həmin elə o uşağın nəşinin yanında güllələyib öldürmüşdülər. Bu təkcə bir kəndin məhvi deyil, bir millətin yaddaşında silinməz yaradır. Ağdaban faciəsi Ermənistan silahlı qüvvələrinin bundan əvvəl Xocavəndin Qaradağlı kəndində, Xocalıda, Goranboy rayonunun Ballıqaya kəndində və digər yerlərdə Azərbaycanlı əhalini kompakt şəkildə məhv etmək niyyəti ilə törədilmiş silsilə kütləvi qırğın aktlarından biridir. Bu qətliam zamanı beynəlxalq humanitar hüquq normaları kobud şəkildə pozulub. 33 il keçməsinə baxmayaraq Ağdaban faciəsi Azərbaycan xalqının qan yaddaşında dərin iz buraxıb. Buradan mədəniyyət abidələri, əl yazmalar, qiymətli sənət əsərləri, insanların dini inancları da məhv edildi. Bunlar da soyqırıma məruz qaldı. İndi faktlar məlumdur ki, Azərbaycanda tanınmış tək Azərbaycanda yox, Qərbi Azərbaycanda da digər qonşu çevrələrdə də Aşıq Qurbanın, onun oğlu Aşıq Şəmşirin Ağdabanda evi, əl yazmaları, onlara məxsus əşyalar hamısı məhv edildi, qarət edildi, yandırıldı və sanki bizim müəyyən bir dövrün aşıq sənətinin, digər əl yazmalar sənətinin tarixinə son qoyuldu. 2020-ci ilin Vətən müharibəsində Prezident Müzəffər Ali Başkomandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan ordusunun işğal altındakı torpaqlarımızı azad etməsi ilə ermənilərin xalqımıza qarşı törətdiyi bütün qətliamların qurbanları kimi Ağdaban şəhidlərinin də qisası alınıb və bugün onların ruhları şaddır.